Çox sağ olun, dəyərli Sahibə xanım. Biz birinci oxunuşda ətraflı məlumat verdik bu qaz təchizatı haqqında qanun layihəsi ilə bağlı. Və bir daha qeyd etmək istəyirəm ki, qaz təchizatı haqqında qanun layihəsi 2019-cu ildə Cənab Prezidentimiz tərəfindən verilən sərəncamın 2.1 və 1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Bu yeni qanun layihəsi qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakçı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi təşkilatı əsaslarını müəyyən edir. Eyni zamanda bu layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərərin vurulmaması, enerji sektorundan səmərəli istifadə edilməsi şərtlərini rəhbər tutaraq, qaz təchizatı subyektləri və istehlakçılar arasında yaranan münasibətləri tənzimləyir, istehlakçıların fasiləsiz, təhlükəsiz olaraq etibarlı, keyfiyyətli, əlçatan qaz ilə təchiz edilməsi kimi məsələləri də özündə ehtiva edir və hesab edirəm ki, bu qanun layihəsini biz birinci oxunuşda geniş məlumat verdik, indi ikinci oxunuşa hazırdır və onu da qeyd edim ki, birinci oxunuş zamanı suallar olmuşdu. Hörmətli Əli müəllim Məsimli və Razi Nurullayev həmkarımız və suallarına biz işçi qaydasında cavablandırdıq və mənə elə gəlir ki, heç bir sual qalmamalıdır. Deputat həmkarlarımı ikinci oxunuşda da dəstəkləməyə dəvət edir.